Bismillahirrahmanirrahim. İmam Hadi əleyhissalamın imamət dövrü Abbasi xilafətinin siyasi baxımdan ən həssas mərhələlərindən birinə təsadüf edirdi. O, mötəsim, fasiq, mütəvəkkil, müntəsir, müstəin və mötəmid kimi bir neçə Abbasi xəlifəsinin hakimiyyəti dövründə yaşamışdı. Bu xəlifələrin əksəriyyəti Əhl-Beyt əleyhissalamın məktəbinin ictimai nüfuzundan narahat edib və bu səbəbdən imamları ciddi nəzarət altında saxlayırdılar. İmam Hadi əleyhissalam ilk illərdə Mədinədə yaşaraq dini və elmi fəaliyyətini davam etdirirdi. Lakin zaman keçdikcə onun elmi nüfuzu və Əhl-Beyt ardıcıları arasında hörməti artdıqda Abbasi sarayında narahatlıq yarandı. Xüsusilə mütəvəkkil Abbasi imamın Mədinədəki təsirini təhlükə kimi qiymətləndirirdi. Hicri 233-cü ildə mütəvəkkilin əmri ilə İmam Hadi əleyhissalam Mədinədən Samirra şəhərinə məcburi şəkildə aparıldı. Köç zahirən ehtiramla həyata keçirilsə də, əsl məqsəd imamı paytaxtda nəzarət altında saxlamaq və xalqla birbaşa əlaqəsini məhdudlaşdırmaq idi. Samirra hərbi düşərgə şəhəri olduğundan İmam əleyhissalam burada demək olar ki, daimi nəzarət altında yaşayırdı. Mənbələrdə qeyd olunur ki, İmam Hadi əleyhissalam bir neçə dəfə əsassız ittihamlarla evində axtarışa məruz qalmış, hətta qısa müddətli həbs edilmişdir. Buna baxmayaraq, onun həyat tərzi sadə, ibadətə və elmə əsaslanan şəkildə davam etmişdi. Abbasi məmurları belə onun təqvasını inkar edə bilmirdilər. Bu ağır şəraitə baxmayaraq, İmam Hadi əleyhissalam dini rəhbərliyini sistemli şəkildə davam etdirmişdi. O, müxtəlif bölgələrdə yerləşən nümayəndələri vasitəsilə Əhl-Beyt ardıcılları ilə əlaqəni qoruyur, dini suallara cavab verir, fiqhi məsələləri izah edir və maliyyə işlərini tənzimləyirdi. Bu nümayəndəlik sistemi Şiə tarixində mühüm təşkilati model kimi formalaşmışdı. İmam Hadi əleyhissalam Samirrada olduğu müddətdə saray alimləri ilə keçirilən elmi müzakirələrdə də iştirak etmişdi. Tövhid, Quranın mahiyyəti, insanın ixtiyarı və ilahi ədalət mövzularında verdiyi cavabları onun dərin elmi səviyyəsini göstərirdi. Bu müzakirələrdə imamın üstünlüyü açıq şəkildə hiss olunur və bu da xəlifələrin ona qarşı ehtiyatlı davranmasına səbəb olur. Beləliklə, İmam Hadi əleyhissalamın Samirra dövrü zahirən məhdudiyyətlər içində keçsə də, əslində Əhl-Beyt məktəbinin intellektual və təşkilati baxımdan möhkəmləndiyi bir mərhələ olmuşdu. Bu fəaliyyətlər sonraki imamət dövrü və qeyb mərhələsinə hazırlıq baxımından xüsusi əhəmiyyət daşımışdı.